Mən balaca vaxtı anamın yerinə işə gedirdim. Anam qalırdı, mən deyirdim, yox, yəni mən gedəcəm. Deyirdi, sən getmə də, balacasan. Deyirdim, yox, mən gedəcəm mən. Sonra məni göndərdilər məktəbə, gedib yoldan qayıdıb qaçıb gedirdim sahaya. Anamın yerinə bir pambıq yığdıq, bir mükafat gəldi. O vaxtı da mükafat yaylıq sazıydı. Elə belə anama bir yaylıq gəldi, bir qadın vardı, ona şal gəldi. O vaxtda bu şallar təzə çıxmışdı. Sonra elə mübahisə gedərdi aradakı, niyə Zibərin köməkçisi də arada zada qohumuz adı yoxdur deyin, Zibər çox yox. Sonra mükafatlar qaldı. Qalandan sonra bizim həmən gündən mənə dedilər ki, öz adına yığ, pambığı. Pambığı öz adıma yığdım, 3 dənə qız uşağını ayırdılar, məni də 2 dənə də onları. Yerimizi də ayırdılar, verdilər. Bizim pambığımızı da axşam daşıdılar, gətirdilər, çəkdilər. Bir 10 günlük çəkdilər, deməli o şal mənə gəldi, mükafat yaylıq onlara. Nətər bunlar sonra dedilər ki, biz şamameli işləyə bilmirik. Bunlar xəstələndi, o 2 qız. Amma mən davam elədim. Bizdə yaxşı pambıq yığanlar vardı, maşınla da pambıq yığırdılar, əllə də yığırdılar ayrı kətlərdə. Sonra 43 ton pambıq yığmışdım bir 5 illikdə. Elə bil o deputat seçilməmişdi. 43 ton pambıq yığmışdım, bunu hesabladıq, gəldilər, dedilər ki, elə bir hesablanıb, bir 5 illikdə mənim yüksəlişim hamısını çıxıb. Sonra bizə dedilər ki, bəs sənin siz də məni basdan 7-ci uşaq idi onda. Uşaq da 2 aylıq idi. Dedilər ki, səni katib çağırır. Allah rəhmət eləsin. Adını eşədərdim, Zərəstə xala vardı bizim partkom. Qasım Qasımzadanın anasıydı. Sovet sədrəzar gəldi, dedi katib səni çağır, dedim, yox, mən getmirəm. Mən nə çağır katib? Sonra Ərəstə xala gəldi, dedi ki, ay qız, bəs katib səni çağırtdır, niyə getmirsən? Durdum Ərəstə xala ilə getdi. Ərəstə xalama dedi ki, yolda, dedi Şamama, hə sözü deyəndə bəlidir katıba, yox sözü deyəndə xeyirdir. Daha yoxuna danışma. Getdik Bakı, 28, İrandan 28 nəfər adamıq. Burada oturmuşuq, gözləyirik. Biri dedim, biri müəllim idi, biri idarə etçisi, biri sovet sədri, hamısı savadlı idi. Dedilər, bəs sən dedim, mənim heç qəti savadım yoxdur. Elə mən anadan olandan pambıqda, torpaqda çalışmışam. Sonra getdik, dedilər ki, bəs sizi rəhmətlik, o bayaq şəkildə var, dedilər ki, sizi çağırılır, getdik. Getdik, Xəlilov çağırır. Bütün mən elə bilginən ki, aşağıda otdum. Siftə bu başdan başladı Xəlilov. Xəlilov başdan başladı, gəldi aşağı çıxanda dedi ki, Şamam, sənin adın neçə ildir işləyirsən, belə çalışırsan, adın zadın niyə çıxmır? Dedim, yoldaş Xəlilov, mənim ya İranda, ya kətdə, qalxozda, daha deyilən şeyim yoxdur.
Həmən ili gecdən deməli birinci katı Maven gəlir, ikinci katı bizim sahədən keçir, bir xaralyamsın. Saat 4-də gəlirəm, saat 12-də gedirəm. Elə bilginən ki, gecə yığdığım, qaranlıqda yığdığım pambığı vərimi ağa qoyuram. Ona görə gecə qarcıq da ağarır, pambıq da ağarır. Qaranlıqlı gələndə o ağdan yığıram. Yığdım həmən ili 14 ton 400 kilo. Deməli 15 ton yığsaymışam, həmən ildə geri olağa düşərmişəm siftəsinə. Həmən ili Leylnurdan düşdüm. Çatımız dedi ki, Avdalayev. Dedi yoldaş Xəlilov, bu Ruscan xılıq vurub dedi, nə dedi, pambıq yığım. Dedi bu adama, özüm kəmsiyə qoymuşam, bu adama heç mümkünsüz çatır bölmə olmur, pambıq yığmaqda, özü yığılır. Ondan sonra həmən 5 illikdə bir dənə də qız uşaq verdilər, dedim ki, yoldaş Avdalayev, bəs bizim mənim uşaq balacadır da. Gətdilər, bir dənə döşü daşıyan verdilər bana. Həmən ili 5 ildə 70 ton pambıq yığdı. Torpaq deyir ki, becərməni, öldürməni çörək verim sizə. Torpaq elə çörəkdir. Torpaq qızıldır, torpaq ləldir. Torpaqdan bütün hər şey, görürsən bazara çıxırsan, bütün hər şey var dünyada. O gözəlliyinə meyvə yoxdur, qara olmuyor. Hamısı torpaqdan əmələ gəlir. Mən adım yüksəldikcə fəxr elədim o yüksəlməyə, torpağa bağlandım. Torpağa bağlandım da gecəm, günüzüm olmadı. Çalışdım ki, mən bu etimata doğruldum da. İki dəfə Leylnurdan almışam. Sonra 2 dəfə alsa Azərbaycana keçilmişəm. Bütün də o tribünalarda, yüksək tribünalarda hamısı Yevlağın adı vardı. O yüksək elə bilginən ki, mən düzdür çalışmışam, amma Yevlaxlıların da əməyi oradadır. Yevlaxlılar əziyyət çəkməsəydi, əmək verməsəydi, 30 bin ton pambığı verə bilməzdik. Tək mən nə var bilərəm ki? Bayaqları dedim, elə bilginən ki, mənim adım, onu sonra deyirəm. Çalışdım, elə bilginən ki, 4-cü dəfə deputat seçildim. 4-cü dəfə deputat seçiləndən sonra sosializm əmək qəhrəmanına layıq görüldüm. Yevlax yüksəldi. Yevlax gəldim, Yevlaxlılar gəldim, hamısı gəldim ki, aeroportda şamamanı gözləyirlər. Gəldilər, onların heç vaxtı Yevlaxlıların əziyyətini deməyərəm, soyuqlu gündə. Gəldim, dedim dairə elən ki, Yevlaxlılar, adınız aşağı düşməsin, adınız yüksəlsin. Bir gecə nehrə çaxlayırdım. Bir gecə çörək pişirirdim, bir gecə paltar yuyurdum, bir elə şampuldan. Deməli, gecə 2-də yatırdım, saat 4-də dururdu. Saat 4-də durub pambıq yığırdı, gedirdim pambığa.
Bəzi müxbirlər zadlar gəlirdi, yoxlayırdı, müxbir gəlirdi, birdən deyirdi ki, gedək evladın, 10 dənə evladım var, gedək görək bu arvad nə iş görür. Gəlirdi, baxırdılar, dəhşətə gəlirdilər ki, bax bu 10 dənə uşaqla bir belə işinə sən nətər çatıra bilirsən. İndi Allahın qismətidir, savadsız adam. Torpaq o qədər mənə fəxr idi ki, yaz olanda pambıq açanda elə bilirdim Qızılgül açıb. Torpaq insana çörək verir, insana hər şey verir. Mənim evlatlarımın hamısının mayası torpaqla olur. İndi də hamısı Allah təsirlidir, yenə torpaqla çalışırlar. İndiki vaxt çox yaxşı vaxtdır. Ona görə yaxşı vaxtdır ki, hamı sərbəstdir. İndi hamının hektarı var da, pay var. İstər taxıl ək, istər pambıq ək, çörək özünküdür. Heç kimi möhtəc olmursan. Nə qədər qazansan, heç kimi davasını döymürkün. Görək bu qazanç hara getdi, 10 ton taxılı, 100 ton taxılara getdi. İstədiyin adamlara bayaqdan qalxozudur, bir muşq taxılı verə bilmirdi. Amma taxılı biçib tökürsən yerin qırağına, kim gəldi, götürüb bir muşq verirsən, ürəyin istədiyi kimi. Nətər oturacağım, nətər yaşayacağım, torpaqda mən aralı. Sonra fikirləşirəm, deyirəm yox, gündə bir dəfə gəlib bura dəyməsəm dünyasına mümkün deyil. Ona görə mənim ömrüm gödələr. Ona görə mən torpaqda çalışmasam, mən bir belə cavan olmaram. Bir sürü uşaq zarafat böyle, hamısını becərmişəm. Hamısı yer və yer olub, hamısı ev olub. Hamısı bunları nizamlamaq lazımdır, yola vurmaq lazımdır. Gedirsən yolun qırağına, 100 hektar sahələr var, adam rüya ağrıyır. Doğrudan mən baxıram, o sahələrə o qədər hayfım gəlir ki, torpaqlara. Deyirəm, ay torpaq, niyə qiymətin yoxdur sənin? Bu cəmaat qiyməti vermir sənə. Ona görə torpaq çox qiymətlidir. Özümüzün pusatları 50 dənə qamçımız var, 20 dənə inəyimiz var, 100 dənə qoyunumuz var, hamısını torpaqla idarə edirik. 10 dənə evlatımız var, onun hərəsinin 30 dənə də nəvəm var. Elə bilgənə ki, onların ailəsi zadı bir 70 nəfərdir daha böyüklü, kiçikli. Bunlar hamısı bax, torpaqdadır.